Bugünkü dərsimizdə molekulyar kinetik nəzəriyyəyə aid nümunə sualların izahına baxacağıq. Birinci sualımızdan başlayaq. 30 litr həcmli ağzı bağlı şüşə qabda müəyyən qədər sıxılmış hava var. Havanın yarısını qabdan buraxdıqdan sonra qabda qalan havanın həcmi nəyə bərabər olar? Biz bilirik ki, qaz verilmiş həcmi həmişə tutur, yəni həcmini və formasını saxlamır. Ona görə də biz havanın yarısını çölə çıxarsaq da yarı qalan hava yenə də verilmiş həcmi tutacaq. Verilmiş həcmimiz də 30 litr olduğuna görə yenə də bizim qabımızdakı havanın həcmi olacaq 30 litr. Növbəti sualımız P bölünsün KT ifadəsi hansı fiziki kəmiyyətə uyğundur? Biz burada nə edə bilərik? P-nin yerinə NKT ifadəsini yaza bilərik. Gətirib yazsaq, alaraq belə bir ifadə. NKT bölünsün KT. KT-lər ixtisar olunur, qalar N, N də konsentrasiyadır. Olacaq qaz molekularının konsentrasiyası. Növbəti sualımız Brown hərəkəti. Brown hərəkəti nə idi? Yad maddə hissəciklərinin maddə daxilində asılı hərəkətinə Brown hərəkəti deyilir. Atom molekulların istilik hərəkətidir. Atomların istilik hərəkətidir. Molekulların istilik hərəkətidir. İyonların istilik hərəkətidir. Mayedə və ya qazda asılı olan hissəciklərin istilik hərəkətidir. Olacaq doğru cavabımız Y variantı. Növbəti sual ifadələrdən hansı doğrudur? Qaz molekulları arası kəsilməz və nizamlı hərəkət edir. Xeyr, nizamlı sözünə görə götürməli bir variantı xaotik hərəkətdir. Bütün maddələrin molekulları arası kəsilməz, nizamsız hərəkət edir. Çox yüksək temperatur difuziya yavaş gedir, bu yanlışdır. Cisim temperaturu nə qədər yüksək olarsa, molekuların hərəkət sürəti o qədər kiçik olar, bu da yanlışdır. Qazlar həcmini və formasını saxlayır, bu da yanlışdır. Doğru cavabımız elə olur, B variantı. Hansı hadisə molekular arasında cazibə qüvvələrinin olmasını təsdiq edir? Deməli, cazibə qüvvəsinin olmasını deyirsə, dartılmış elastiki cismin öz-özünə sıxılması prosesi olacaq ki, biz dartıb molekuları uzaqlaşdırırıq, əlimizi buraxdıqdan sonra həmin molekular bir-birini cəzb edib cismi əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Ona görə doğru cavabımız C variantıdır. 11-ci sual 3P bölünsün 2N ifadəsi. Mən burada nə edərəm? Yenə də P-nin yerinə NKT ifadəsini yazaram. Onda düsturumuz olar 3NKT bölünsün 2N. N'lər ixtisar olunur, qalar 2-dən 3 KT. Bu isə orta kinetik enerjinin düsturudur. Başqa nə yaza bilərik burada şagirdlər? P-nin yerinə 3-dən 2 NYK üstü xətli yaza bilərdik. Onda düsturumuz belə olardı. 3 vurulsun 3-dən 2 NYK üstü xətli bölünsün 2N. 3-lər 2N'lər ixtisar olunardı, qalardı YK üstü xətli. Yəni 2 variantdan da hesablaya bilərdiniz. Doğru cavabımız olacaq orta kinetik enerji. Y variantı. Növbəti sualımız Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Zərərçilərin istilik hərəkəti nəticəsində baş verir. Baş vermə intensivliyi temperatur yüksəldikcə artır. Bu da hər ikisinə aiddir. Molekulyar kinetik nəzəriyyənin müddəalarının doğruluğunu təsdiq edir. Maye və ya qazlarda asılı halda olan zərərçilərin xaotik hərəkətidir. Bu Brown hərəkətidir. Təmasda olan maddələrin molekuların qarışması prosesi difuziyadır. Avtomatik 1-2-3 də ortaya getdi. Doğru cavabımız olacaq 5, 4, 1, 2, 3 C variantı. Növbəti sualımız deyir, ifadəsi hansı fiziki kəmiyyətin təyin olunur? Nisbi molekul kütləsidir. Nisbi molekul kütləsi, yəni MR-in yerinə biz nə yaza bilərik? M0 bölünsün 12-dən 1 M0S yaza bilərik. Gətirib yerinə yazsaq, alarıq belə bir ifadə. M0 bölünsün 12-dən 1 M0S vurulsun 12-dən 1 M0S. Bunlar gedər, qalar M0. M0 da bir molekulun kütləsidir. Doğru cavabımız B variantıdır. Növbəti sualımız NiO-Na bölünsün V. NiO-nun yerinə N böl Na yaza bilərik. Maddə miqdarı vurulsun Na bölünsün V. Qalar N böl V. Bu da vahid həcmə düşən molekulların sayıdır. Konsentrasiyanı verəcək. Doğru cavabımız B variantıdır. Növbəti sualımız M böl NiO ifadəsi. Biz indi burada NiO-nun yerinə hansı ifadəni yazarıq? Kiçik M bölünsün böyük M ifadəsini yazarıq. Kiçik M bölünsün, kiçik M bölünsün böyük M, alarıq böyük M. Bu isə bizdən ötürü molyar kütlədir. Molyar kütlə. Doğru cevabımız A variantıdır.
Molekuların konsentrasiyasının vahidi. Konsentrasiyanın düsturu N bölü V'dir. N'in vahidi yoxdur. V'nin vahidi metr kubudur. Ona görə də konsentrasiyanın vahidi 1 bölü metr kubu və yaxud da metr üstü mənfi 3 yaza bilərik. Doğru cavabımız B variantıdır. Növbəti sualımız kilogram bölünsün mol. Molyar kütlənin düsturu M böl M0 NA'dır. Düstur olarak yazaq. M0 NA. NA'nın vahidi 1 bölü mol. Kütlənin də vahidi kilogramdır. Ona görə molyar kütlənin vahidi olacaq 1 kilogram bölünsün mol. Doğru cavabımız molyar kütlə C variantıdır. Növbəti sual, Avogadro sabiti ədədi qiymətcə nəyə bərabərdir? Biz niyonu yazsaq, N böl NA. Buradan Avogadro sabitini təyin edəcək olsaq, NA bərabərdir, N bölünsün niyo. İndi biz niyoya 1 mol desək, onda NA'mız N'ə bərabər olar. Yəni 1 moldakı molekulların sayı. 1 mol miqdarlı maddədəki molekulların sayına bərabərdir. Doğru cavabımız A variantıdır. 14-cü sual, maddə miqdarının molekulların sayından asılılıq qrafiki. Maddə miqdarımız M bölünsün NA'dır. NA dəyişən bir kəmiyyət deyil. N artırdıqca maddə miqdarımız artar. Ona görə doğru cavabımız C variantıdır. 14 qram etilen qazı neçə moldur? Maddə miqdarını istəyir. Nü bərabərdir. Kiçik M bölünsün böyük M ifadəsindən istifadə edəcəyik. 14 bölünsün 28. Bu da eləyər 0,5 mol. Doğru cevabımız C variantıdır. Növbəti sual. N vurulsun böyük M bölünsün NA ifadəsi hansı fiziki kəmiyyətdir? Deməli, mən konsentrasiyanın yerinə N bölü V yaza bilərəm. Bölünsün M bölünsün NA. Belə bir ifadə alarıq. N vurulsun böyük M bölünsün V vurulsun NA. Bu bizdən ötürü niyodur. N bölünsün NA niyodur. Niyo M bölünsün V. Niyo M ise kiçik M'dir. Kiçik M bölünsün V de bizden ötürü R'nu verir. Olacaq sıxlıq. Növbəti sualımız, molekuların konsentrasiyasını verib, həcmi verib, molekuların sayını istəyir. Konsentrasiyanın düsturu say bölünsün həcmdir. Onda sayımız konsentrasiya vurulsun həcm olur. Konsentrasiya 4 vurulsun 10 24'dür. Həcmimiz 2 litrdir. 2 litrdə 2 vurulsun 10 mənfi 3 yazacaq. Onda molekullarımızın sayı 8 vurulsun 10 üstü 21 olacaq. Doğru cavabımız B variantıdır. Növbəti vahid sualı. Newton bölünsün, joule vurulsun metr kvadratı. Mən Newton olduğu kimi saxlayaram. Joule'a Newton vur metr yazaram. Alaram ifadən belə 1 bölünsün metr kubu. Bu isə konsentrasiyanın vahididir. Doğru cavabımız B variantı. Növbəti vahid sualımız. Newton bölünsün, watt vurulsun, saniye vurulsun, metr kvadrat. Watt vurulsun saniyeye joule deyərəm. Yenə də joule'a Newton vur metr deyərəm. Alaram 1 bölünsün metr kubu. Yenə də konsentrasiyanın vahidini almış olaraq. Doğru cavabımız D variantı. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Paylaşın, bəyənin ki, digər şagirdlər də bundan istifadə eləsin. Yenə də təkrar deyirəm. Əgər hər hansısa bir mövzunu xüsusi olaraq hazırlanmasını istəyirsinizsə, məsələlərin həllini istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.